Salam, hər birinizi salamlayıram. Bugün sizinlə birlikdə şam hazırlayırıq. İlk öncə onu qeyd edim ki, mən professional şam hazırlayan deyiləm. Sadəcə olaraq bu işdə həvəskaram və marağım var deyək. İlk öncə onu qeyd edim ki, mən parafinə istifadə etmirəm. Yalnız soya mumunu istifadə edirəm. Bu qəliblərdə istərsə də banka şamlarda olsun. Heç bir qatqı, yəni əlavə etmirəm. Səbəbi isə parafinin insan orqanizmi üçün ziyanlı təsirləridir. Fitil olaraq isə bu orta boy fitildir, təmiz pambıqdandır. Mən bunu toplu şəkildə alıb, soya mumunda bərkidib elə saxlayıram və belə qəlib olduğu halda istifadə edirəm. Şamın ərimə dərəcəsi burada göstərməyə çalışmışam, heç onu da göstərə bilməmişəm. 65 dərəcədir. 65-68 dərəcə aralığında ideal bir dərəcədir. Bu hansı ki, sizdə daha az olduğu halda donar və yaxud daha isti olduğu halda isə çökmələr verə bilər. Yanlarından özünüz görə bilərsiniz. Temperaturla işləmək daha məqsəd uyğundur. Burada əyilib baxıram, nəyə baxıram? Yəqin ki, nəsə yolunda getmir. Bəli, onu düzəldirəm. Bunu da düzəld. Aferin. Artıq hazırdır. Şamımız bərkiyib. Bu 50 dəqiqə çəkdi. Lakin havanın temperaturundan asılıdır. Mən düzəltdiyim anda hava isti idi və qapı pəncərəni açmadım. Otaq temperaturunda bərkidir. Orada qurudulmuş gülləri mən Temudan əldə etmişəm. Keçən dəfə Sədrəkdən gedəndə gördüm. Eynisi idi. Yəqin ki, onlar da Temudan sifariş etmişlər. Soruşdum, 3 manata bildirdilər. Lakin mən də elə Temudan niyə 3 manat idi, 3 manat 50 qəpiyə almışdım. Sədrəkdə artıq ucuz seçini yoxdur. Ondansa yanacaq pulunu verib Sədrəyə getməkdənsə mən ləvəz matlarımı əksəriyyətini Temudan alıram. İstəsəniz bununla bağlı da bir video çəkərəm aldıqlarım barəsində. Sizə maraqlı olarsa təbii ki. Belə işdə zövqünüzə uyğun olaraq dizayn edə bilərsiniz. Qeyd etdiyim kimi bu ancaq həvəskar bir işidir. Yəni səbir və həvəs tələb eləyir. Mən ümumiyyətlə əl işlərini çox sevirəm. Bu tək şamda olmasın, digər geyimdə olsun, aksessuarda olsun. Yəni mən ümumiyyətlə əl işlərini çox bəyənirəm. Mənə görə yəni ödəniş pul veriləcəksə, belə şeylərə pul verilməlidir. İnsan əli ilə yapılacaq şeylərə günümüzdə artıq insan əməyinə o qədər də ehtiyac olmadan bir çox şeylər hazırlanır. Belə zövqünüzə uyğun dizayn edirsiniz. Mən öz zövqsüzlüyümlə bunları dizayn etdim. Yekun nəticə olaraq belə göstərirəm. Pis alınmadı. Bu feni isə mən sırf bunun üçün almışam. Temudan almışam bunu. İstəsəniz ayrı videosunu çəkərəm. Yekun nəticəni mən bəyəndim. Bugünlük bu qədər. Siz sizə yaxşı baxın. Gələn görüşlərə dək.